30-35 yaşından sonra bir çox kişilərdə cinsi gücün, enerjinin azalması halları başlayır ki, bunun da birbaşa səbəbi müəyyən müddətdə artıq bu yaşa qədər keçirilən prosesin çox önəmi var. Qidalanma olsun, sinir sistem fəaliyyəti olsun, bədənin keçirdiyi müəyyən problemlər, xəstəliklər olsun ki, nəticə etibarilə törədib gətirib bu enerjinin, gücün azalmasına gətirib çıxarır. Avtomatik olaraq kişi özünə inamsız hiss eləyir, gümrah ola bilmir, əlaqədə aktiv ola bilmir. Bəzənsə həvəs, istək yaransa da bədənin gücü çatmır ki, çatmır. Dostlar, bu tip problemləri aradan qaldırmağın yolu bədəni zənginləşdirmək, makroelementlərdən bərpa etmək, qidalanma rejimi, fiziki durumu normallaşdırmaq, oturaq həyat tərzindən kənara çıxmaq və eyni zamanda sinir sistem fəaliyyətini düzəldərək beyinlə cinsiyyət sistemi arasında kontaktı, funksiyonallığı bərpa etməkdir. Bu tip problemlər əgər siz də qarşılaşırsınızsa, siz də mənə sadaladığım problemlərdə yaşayırsınızsa, daxil olun səhifəyə, nömrəmiz əlaqə saxlayın, danışaq, köməyi göstərək.